Birinci hal, qəzəblənmək və səbirsizlənmək. Qəlbi ilə, dili ilə və yaxud əməli ilə. Qəlbinə gəldikdə, Allahın qəza və qədərinə qəlbi ilə etiraz etmək, əleyhinə çıxmaq və razı olmamaq. Allah Azze və Cəllə haqqında pis zəndə olmaq və buna bənzər qəlb əməlləri. Dilinə gəldikdə isə, etiraz, narazılıq və qəzəb ifadə edən kəlmələr söyləmək. Bəzi insanların danışdığı kimi, bu qədər insanların içində niyə mənim başıma gəldi? Ya Rəbbim, mənim nə günahım vardı ki, bu müsibətlər mənim başıma gəldi və buna bənzər ifadələr. Əmələ gəldikdə isə üzünə döymək, paltarını yırtmaq, saçlarını yolmaq. Bu əməllərin hamısı qəzəb və narazılıq mərtəbəsinə daxil olur. Hökmü isə haramdır və böyük günahdır. Dəlili də Rasulullah sallallahu aleyhi və səlləmin bu sözüdür. Üzünə döyən, paltarını yırtan, cahiliyyət dövründəki kimi fəryad edən bizdən deyil. Rasulullah sallallahu aleyhi və səlləmin bizdən deyildir sözü bu əməlin böyük günah olduğunu göstərir. Narazılıq və qəzəb böyük günahlardandır. Bu birinci hal idi. İkinci hal səbir. Səbrin mənası nəfsini qəzəblənməkdən, dilini şikayət etməkdən, bədən üzvlərini haram edilmiş əməllərdən tutub saxlamaqdır. Üzünə döymək, paltarını cırmaq kimi əməllər. O öz nəfsin tutub saxlayır. Ola bilsin başına gələn bəladan razı deyil. Lakin özünü ələ alır. Narazılıq ifadə edən kəlmələrdən, haram edilmiş əməllərdən nəfsini tutub saxlayır. Bu halın hökmü vacibdir. İnsana başına gələn müsibətə görə səbr eləmək vacibdir. Üçüncü hal, məmnun olmaq və razılıq. Razılıq səbirdən daha üstün mərtəbədir. Müsibətlər anında səbr edir, özünü hirs və qəzəbdən saxlayır və bununla bərabər baş vermiş müsibətlərdən razıdır. Bu mərtəbə müstəhəb, bəyənilən və sevilən bir mərtəbədir. Daha güclü olan rəyə görə insana vacib deyildir. Dördüncü hal, şükür. Müsibət üz verdikdə Allaha həmd edir və ona görə şükür edir. Əgər razılıq mərtəbəsi müstəhəb, bəyənilən və sevilən mərtəbə idisə, şükür mərtəbəsi sevilən və bəyənilən mərtəbə olmağa daha layiqdir. Ona görə bu kimsə deyir ki, dünya həyatı aldadıcı, ləzzətdən başqa bir şey deyildir. Allah Azze və Cəllə buyurur, səbr edənləri müjdələ. O kəslər ki, onlara bir müsibət üz verdikdə, biz Allaha məxsusuq və biz yalnız ona qayıdacağıq, deyirlər. Allahın qəza və qədərinə görə şükür edir və o kimsə səbr və razılığa görə tərifə, mərhəmətə və hidayətə nail olacaqdır. Dünya həyatı onun gözündə necə də dəyərsizdir. Allaha həmd və şükür edir. Beləliklə, insanların halları 4 mərtəbəyə ayrıldı.